Şirvanşahlar dövlətinə aid deyil. Şirvanşahlar dövləti 861-1538-ci illərdə mövcud olmuş dövlətdir. İndi isə baxaq variantlara. Əmir Teymur tərəfindən süquta uğradılması. Elə bu cavab Şirvanşahlar dövlətinə aid deyildi. Çünki Şirvanşahlar dövlətini süquta uğradan Səfəvi hökmdarı 1-ci Təhmasib olmuşdur. Cavabımız budur. Monqolların yürüşünə məruz qalması bu düzgündür. Şirvanşahlar demək olar ki, Monqolların bütün yürüşlərinə məruz qalıbdır. Sacilər dövlətinə asılı olması düzgündür, asılı olubdur. Dərbəndilər sülaləsi tərəfindən idarə olunması düzdür. 1382-ci ildən Dərbəndilər hakimiyyətə gəlib, sona qədər qalıblar hakimiyyətdə. Səfəvilərlə mübarizə aparmaları, bu da düzgündür. Nümunə olaraq Cabanı döyüşünü misal çəkə bilərik. 2500-cü ildə onlar Səfəvilərlə döyüşmüşlər. Ümumi döyüşləri çoxdur, sadəcə mən birini nümunə çəkdim. Yəni bu da yanlışdır. Bizdən istədiyi səhv idi, o da Əmir Teymur tərəfindən süquta uğradılmasıdır.